Belə bir deyim var. Uşaqlar bərkiməmiş beton kimidir. Üzərinə nə düşsə iz qoyar. Bugün uşaqların həyatında qalan izlər onların gələcək həyatına əhəmiyyətli dərəcədə təsir edir. Təəssüflər olsun ki, bəzi uşaqların həyatında qalan izlər heç də ürək açan deyil. Bu, xüsusilə də cinayət törətmiş, ömrünün ən gözəl çağlarını dəmir barmaqlar arxasında keçirən uşaqlara aiddir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, törədilmiş cinayətlərə görə ötən il 272 uşaq məhkum olunub. Ötən il ölkədə cinayət törətmiş 14-18 yaşadək uşaqların sayı 514 nəfər olub. Bu da 14-18 yaşadək uşaqların hər 10 min nəfərinə 8,9 nəfər deməkdir. Törədilmiş cinayətlərin növünə gəlincə, 14-18 yaşadək uşaqlardan 5,9% qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd etmə, 9% qəsdən sağlamlığa ağır zərbə vurma, 13,3% oğurluq, 8,6% soyğunçuluq, 10,7% quldurluq, 0,5% dələduzluq, 3,3% xuliqanlıq, 0,4% narkotik maddələrlə bağlı cinayətlər, 2,1% isə digər cinayətlərə yol veriblər. Bəs görəsən hansı təsirlər gələcəkdə uşaqlara bu addım atmağa sövq edir? Psixoloqun sözlərinə görə uşaqların baxdığı filmlər, oynadığı oyunlar onların psixologiyasına mənfi təsir göstərir. Bundan başqa, ailə daxili münaqişələr, valideynlər arasında olan davalar uşaqların gələcəkdə cinayətkar olması üçün təsir vasitələrindən biridir. Ailə daxili konfliktlər yeniyetməni cinayətə sürükləyir. Dolayısıyla yeniyetmə evdən qaçır və o bütün addımları atmağa hazırdır ki, tək evdən uzaqlaşsın və evdəki bu söz-söhbətləri eşitməsin. Mütəxəssis qeyd edir ki, cinayət törədəcək hər hansı bir yeniyetmə davranışları hərəkətləri ilə əvvəlcədən bu haqda xəbər verir. Yeniyetmə cinayət törətməmişdən öncə birbaşa və dolayısıyla ailəni məlumatlandırır. Sadəcə ailə diqqətli olmalıdır. Əgər belə bir hal müşahidə edərsə, zamanında tədbir görməlidir ki, bu hallar baş verməsin. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsindən verilən məlumata görə isə kriminal hadisələrinin yalnız valideyn himayəsinə məhrum olan uşaqlar deyil, ailəsi ilə birlikdə yaşayan uşaqlar da edə bilər. Bunun qarşısını almaq üçün isə maarifləndirmə işləri aparılmalı və bu işlər kompleks şəkildə həyata keçirilməlidir. Çox erkən yaşlarından bunların istiqamətləndirilməsində olan yanlışlıqlardır. İstər ailədə olsun, istər məktəbdə olsun, istər də elə ətraf mühitdə olsun. Konkret olaraq uşağa valideynin sözün yaxşı mənasında nəzarəti olmalıdır. Qurum rəsmisi onu da vurğuladı ki, məktəb psixoloqlarının da öhdəsinə böyük vəzifə düşür. Elə uşaqlar olur ki, intellektual səviyyəsi yüksəkdir bu uşaqların. Heç kənardan da düşünmərsən ki, bu uşaqda hansısa bir mənfi hal baş versin. Ancaq uşaq psixologiyası elədir ki, onlarla xüsusi pedaqoqlar, psixoloqlar işləməlidir. Məktəb psixoloqlarının daha üzərinə böyük bir öhdəliklər, məsuliyyətlər düşür. Həzrəti Məhəmməd Salavatullah deyib ki, uşaq qoxusu cənnət qoxularındandır. Gəlin çalışaq ki, uşaqları bu gözəllikdən məhrum etməyək.